Bir neçə ev var ki, hədislərdə gəlib o evdən Allah rəhməti götürür, Allahın rəhmətindən kənar evlərdir. Hədislərdə 7 dənə ev gəlib. Bir o evdir ki, o evdə əmanətə xəyanət olunur. Allah o evdən rəhməti götürür. Bu bir. İki, o evdir ki, o evdə zəkat verilmir. Allah ki, vacib eləyib, məsələn, 5də 1 filan məsələ, onları vermir. Allah deyir, mən rəhmətimi götürərəm o evdən. 2. 3 buyurur, bir ev ki, xanım o evdə itaətsizdir. Xanım itaət edən bir kişiyə bunu danışacağım. Siz dua edin, mən sağ qalın danışacağım, narahat olmayın. Xanım itaətsizdir, həyat yoldaşına itaət edəmir. Bu evdən Allah rəhməti götürür. 4. Bu evdə bir nəfər dünyasını dəyişib, vəsiyyət edib, məsələn, bir şeyi tapşırıb gedib, o vəsiyyətə əməl olunur. Məsələn, tutaq ki, bir dənə deyib, filan pulu, ya məsələn, qurbanı kəsərsiniz. 50 ildir keçib üstündən, bir dənə müşkülü üst tutub buna, bəlkə qurban demişlər, mənə kesməmişəm, indi axtarır, tapır, atası 50 il bundan qabaq deyib buna. Allah rəhməti götürər o evdən. 5. O evdəki şərab içilir, o evdə rəhmət olmaz. Atalar var. Bu cürünə möminlər, cavanlar gəlirlər, itaət edirlər, ibadət edirlər. Mən bilirəm də əlaqəm var. Bunların evində belə problemlər var. Axı mən sözüm olsaydı o atalara, deyansaydılar, burada deyərdim ilkinin söz. Həyif deyil, bu cürünə sənin övladın var, cəmaat bu cürünə övladın arzusunda yaşayır. Övladın içki içmir, haramdan uzaqlaşır. Axı nədir bir dənə nəfsi qoya bilmirsən kənara? Hədisdə var, Allah deyir, mənə görə yox, ixlassız at şərabı, ixlassız. Mənə görə atma, eybi yoxdur. Deyirən, oğul, sənə görə atıram, Allah'a xatir yox. Allah deyir, rəhiqil məxdum. Cənnətdə bir dənə bulaq var, o bulaqdan o kişiyə içirdərəm. Nə olsun ixlassızdır? Atdun, mən sənə verirəm o cənnətin bulağına. İxlassız olsa belə. Bu bir ev. 6-cı ev. O evdəki, üzr istəyirəm, qadın kişinin pulunu oğurlayır. Biraz fikirləşdim, vaxtda necə ola bilər? Məsələn, qadın kişidən icazəsiz pulunu götürdü. Kişi də çıxdı, getdi, oturub dostları ilə əlini atır ki, pul çıxartsın, gör pul da yoxdur. Qadın kişinin pulunu götürə icazəsiz, icazə almalıdır qadın və ki, onun pulu deyil, deməli, nə olsun həyat yoldaşıdır, olmaz. Və 7, o ev ki, o evdə üzürsüz yerə qadın hər gün deyir, talaqmı verir. Kişi yatanda da talaq görür, oyananda da bu səsə eşidir, da günü xarabı olub kişinin.